Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah və ba'd. Deməli, kusuf namaz dərsimizə davam edirik. Növbəti məsələ, əgər kusuf namazı günəş və ya ay açılmadan bitərsə. Məsələn, deyək ki, kusuf namazına başlamışsınız, kusuf və xusuf. Və sonra namazı elə şəkildə qıldınız ki, siz bitirdikdən sonra hələ də davam edir. Və elm əhli buyurur ki, bu zaman nə etmək lazımdır? Yəni, təkrar qayıdıb ikinci dəfə qılmaq olarmı? Cavab odur ki, xeyr, təkrar qayıdıb qılınmır. Və bir dəfə kifayət edir. Və ondan sonra nə etməlisən? Yəni, ümumiyyətlə, elm əhli kusuf və xusuf zamanı deməli, 7 şey etməyi sünnətdən görür. Onlardan birincisi elə namazın özüdür. Kusuf və xusuf namazı sünnətdir. İkincisi Allahı zikr etməkdir. Çünki Allahın ayələrindən bir ayədir, günəşin və ya ayın tutulması. Üçüncüsü dua etməkdir. Allahdan afiyət diləyirsən, salamatçılıq diləyirsən, günahların bağışlanması və s. Dördüncüsü istiğfardır. Allaha tövbə edirsən, istiğfar edirsən, bağışlanmaq istəyirsən. Beşincisi sədəqə verməkdir. Sünnətlərdəndir ki, kusuf və xusuf zamanı, ay və günəş tutulması zamanı sədəqə vermək də sünnətdir. Çünki biz bilirik ki, Allah Resulü sallallahu aleyhi və səlləm bizə bildirib ki, nədir? Sədəqə bəlaları dəf edir. Altıncısı təkbir gətirməkdir. Təkbir gətirmək də sünnətdir. Allahu akbar, Allahu akbar və s. Yedincisi də, yəni bu əslən bizim dövrdə yoxdur. O da nədir? Kölə azad etməkdir. Bu 7 şey günəş və ay tutulması zamanı edilən sünnətlərdəndir. Bəli. Deməli, yaxşı, belə bunu dedik ki, hansı ki, əgər bu tutulma deməli açılmadan namaz bitərsə, yerdə qalan vaxtı nə edirsən? İstiğfarla, sədəqə verməklə, Allahı zikr etməklə keçirirsən. Yaxşı, əgər günəş açılarsa və yaxud da ay tutulması açılarsa, bu tutulma gedərsə və yenə də sən namazdasan, hələ də bitirməmisənsə, o zaman nə edirsən? Elm əhli buyurur ki, o zaman da namazı yüngülləşdirərək bitirirsən. Namazı yüngülləşdirərək bitirirsən. Növbəti məsələ, bəzi astronomik hesablamalar var. Məsələn, sən müşahidə eləmirsən, astronomik hesablamalarla deyirlər ki, filan vaxtı günəş tutulacaq. Ümumiyyətlə, belə şeylərə, yəni filosofların bu cür, yəni fələk əhli deyirlər buna, bunların yəni elədikləri bu cür hesablamalara etimad edilmir, qardaşlar. Yəni, əsas odur ki, burada əsas götürülən nədir? Deməli, ya gözünlə görməlisən, ya da ki, sadiq bir kimsənin xəbəri olmalıdır. Sadiq bir kimsənin xəbəri olmalıdır. Əsl olan budur. Əgər hava buludlu olarsa və bu zamanda, yəni sadəcə bu əlaməti görünür, sadəcə görmürsən, yəni gözünlə görmürsən, müşahidə eləmirsənsə, bu zaman da elm əhli buyurur ki, bu namaz qılınmır. Əslinə qaytarırsan ki, gözlə görünmədi. Çünki ehtimalla edilən ibadət deyil bu. Bəli. Lakin tutulduqdan sonra, məsələn, sən müşahidə etmirsən ki, səmada günəş tutulubdur və ya da ay tutulması baş veribdir, sən namaza başlamısan və namaza başladığın əsnada, əgər bulud tutarsa önünü və görünməzsə, sən namaza davam edirsən. Ta ki, o açılma əlaməti bilinənə qədər. Ta ki, açılma əlaməti bilinənə qədər namazını davam edirsən. Kusuf namazının keyfiyyətinə gəldikdə isə, qardaşlar, kusuf namazı alimlər deyir ki, 2 rükətli namazdır. Və hər rükətdə diqqətli olaq, bu kusuf namazının sifətidir. Hər rükətdə 2 qiyam var. 2 qiraət və 2 rüku. 2 qiyam, 2 qiraət və 2 rüku var. Birinci rükətdəki 2 qiyam və ikinci rükət, deməli 2 qiyam
2 ruku və bunlar arasında olan miqdar nə qədər olur? Məsələn, sən birinci qiyama qalxmısan, Allahu Akbar təkbir gətirmirsən, təkbiratul ihram, giriş duası və sonra Fatihə surəsini oxuyursan və sonra başqa bir surə oxuyursan və sonra rükû edirsən, rükûdan qalxırsan qiyama, yenidən qiyam edirsən, sonra yenidən Fatihə surəsini oxuyursan və sonra yenidən rükû edirsən, rükûdan qalxırsan və sonra da səcdəyə gedirsən. Səcdə isə 2-dir. Yəni normal bildiyimiz namazlardakı kimi səcdə 2-dir. Bir rükətdə 2 səcdədir. Lakin burada fərq nədir digər namazlardan? Fərq odur ki, bu namazda 2 qiyam və 2 rükû var. 2 qiyam və 2 rükû var. Və hər bir rükûda, deməli, hər bir ikinci rükû və hər bir ikinci qiyam da özündən əvvəlki birinci qiyam və birinci rükûdan qısa olur, qardaşlar. Və bu barədə də deməli 2 qiyam və 2 rükûnun olması barədə İbn Battal və İmam Nəvavi kimi alimlər hər bir rükətdə də 2 qiyam və 2 rükûnun olması barədə İbn Battal və İmam Nəvavi kimi alimlər nə olub? İcma nəql ediblər. Deməli, məsələdə nədir? İcma var. Bəli. Deməli, qardaşlar, keyfiyyət bu cürdür. Keyfiyyət budur ki, diqqətli olaq. Təkbiratul ihram, Allahu Akbar deyərək namaza başlayırsan. Və sonra Fatihə surəsini oxuyursan. Və sonra Qurandan sənə asan olan bir surə oxuyursan. Uzun surə də ola bilər. Çünki bu namaz elə bir namazdır ki, uzun namazdır. Ta ki, açılana qədər davam edə bilərsən. Və sonra o qiraəti bitirdikdən sonra rüküyə Allahu Akbar deyərək rüküyə gedirsən. Və uzun bir rükü edirsən. Dua edirsən rüküdə. Rükü edib bitirdikdən sonra təzədən qiyama qalxırsan. Qiyama qalxdın, Səmi'allahu limen hamidə, Rabbənə və ləkəl həmd. Və sonra yenidən əlləri bağlayırsan, yenə Fatihə surəsini oxursan. Fatihə surəsi bitdikdən sonra yenə başqa bir surə oxuyursan və sonra o surədə bitdikdən sonra yenə rükû eləyirsən. Rükûda Subhanə Rabbiyəl Azim və digər bildiyin dualardan eləyirsən. Sonra yenə Səmi'allahu limen hamidə, Rabbənə və ləkəl həmd və bundan sonra səcdəyə gedirsən. Sonra 2 səcdə etdikdən sonra yenidən qiyama qalxırsan. İkinci rükətə yəni. Aydındır? Və ikinci rükətdə də eyni şey təkrarlanır. Fatihə surəsini oxuyursan, digər başqa bir surə oxuyursan və sonra deməli rüküyə gedirsən. Rüküdə dua etdikdən sonra yenidən Səmi'allahu limen hamidə, Rabbənə və ləkəl həmd, yenidən əllərini bağlayırsan. Fatihə surəsini oxursan və digər bildiyin bir surə oxursan və bitdikdən sonra yenə rükû edirsən. Sonra rükûdən qalxırsan, Səmi'allahu limen hamidə, Rabbənə və ləkəl həmd və sonra səcdə edirsən. Sonra 2 səcdədən sonra da təşəhhüd və sonra salam verirsən. Və kusuf namazının qılınma forması şəkli budur, qardaşlar. Və bu şəkil deməli Buxari Müslimin rəvayət etdiyi hədisdən gəlir ki, bu 2 sahabədən gəlibdir. Hansı ki, Ayşə radiyallahu anhə və İbn Abbas radiyallahu anhümə. Hədisləri sizin üçün qeyd edəcəm inşallah. Buyurur ki, Buxari Müslimin rəvayət etdiyi hədisdir. An Ayşə radiyallahu anhə enne Yahudiyeten ca'et tes'elha faqalet a'azakillahi min azabil qabr. Bir nəfər Yahudi qadın Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəlir. Ondan bir şey istəyir və yaxud da sual verir və yaxud da bir şey istəyir onun. Və sonra qadın buyurur ki, həmin o Yahudi qadın deyir ki, Allah səni qəbir əzabından qorusun. فسألت عائشة رضي الله عنها رسول الله صلى الله عليه وسلم أيعذب الناس في قبورهم.
Allah Rasulundan soruşur ki, ya Rasulullah, insanlar qəbirlərində əzab olunurlar, əzab olunacaqlar. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm aizən billahi min dəlik. Və Allah Rasulü sallallahu aleyhi və səlləm bu şeydən Allaha sığınır. Yəni qəbir əzabından Allaha sığınır. Thumma rakibə Rasulullah sallallahu aleyhi və səlləm zətə qadatin mərkəbən fəkəsəfətiş şəms fərəcəə duhan. Və Allah Rasulü sallallahu aleyhi və səlləm sonra bir gün səhər vaxtı, elə həmin gün səhər vaxtı miniyə minib getdi. Bunu Ayşə radiyallahu anhə bizə danışır. Yəni ümumən hədisi rəvayət edir. Deyir ki, Allah Rasulü miniyə minib getdi. Və bundan sonra günəş tutuldu. Və Rasulullah sallallahu aleyhi və səlləm duha vaxtı geri qayıtdı. Fəmərrə Rasulullah sallallahu aleyhi və səlləmə beynə zahranil həcar. Thumma qamə fəsallə və qamən nəsu vərəəhu. Və sonra evlərin arasından keçdi Rasulullah sallallahu aleyhi və səlləm, daşların arasından və namaza durdu. Həmin bu proses baş verir nə vaxtı? Günəş tutulub artıq. Tutulmağa doğru gedir və yaxud da. Allah Rasulü getdi, sonra qayıtdı və başladı namaz qılmağa. Və deyir ki, insanlar da Allah Rasulunun arxasında ona qoşuldular. İnsanlar da qoşuldular. Və buyurur ki, fəqamə qiyamən tavilən, thumma raqa'a ruku'an tavilən, thumma rafa'a fəqamə qiyamən tavilən. Və deyir ki, çox uzun müddət Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamda qaldı. Sonra uzun bir rükû elədi. Sonra qalxıb yenə uzun müddət ayaqda durdu. Yəni qiyam vəziyyətində. Və huvə dunəl qiyamil əvvəl. Fikir verin. Görün sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləm ibadətini necə dəqiq formada çatdırıblar bizə. Hər bir əməlini. Və deyir ki, sonra uzun rükû etdikdən sonra qalxdı qiyama. Və huvə dunəl qiyamil əvvəl. Yəni ki, onun etdiyi bu ikinci qiyam ki var ha, birinci qiyamdan az idi deyir. Yəni müddət olaraq az idi. Thumma raka'a ruku'an tawilan. Və sonra uzun bir rükû elədi. Nə elədi? Uzun bir rükû etdi. Və huvə dunəl rükû'il əvvəl. Və deyir o, əvvəlki etdiyi rükû ki var, o rükûdan qısa idi. Thumma rafa'a, sonra rükûdan qalxdı, fəsəcədə sucudən tavilən. Və Allah Rasulü səcdə etdi, necə səcdə? Uzun bir səcdə etdi. Thumma qamə qiyamən tavilən. Yenə qalxdı qiyama, uzun bir qiyam elədi. Və huvə dunəl qiyamil əvvəl. Və o deyir ki, birinci etdiyi qiyamdan daha az idi. Yəni tədricən azalda gedirdi Rasulullah sallallahu aleyhi və səlləm. Thumma raka'a ruku'an tawilan. Sonra nə elədi? Uzun bir rükû elədi. Və huvə dunəl ruku'il əvvəl. Və əvvəlki etdiyi rükûdan biraz qısa idi. Thumma qamə qiyamən tawilan. Sonra yenə qalxdı qiyama. Uzun bir qiyam elədi. Və huvə dunəl qiyamil əvvəl. Və o da əvvəlki qiyamdan daha qısa idi. Thumma raka'a ruku'an tawilan. Sonra uzun bir rükû elədi. Və huvə dunəl ruku'il əvvəl. Və o özündən əvvəlkindən qısa idi. Thumma səcədə. Və sonra səcdə etdi. Və huvə dunəs sucudil əvvəl. Və bu da nə idi? Əvvəlki səcdədən qısa idi. Thumma sarafə. Və sonra namazı bitirdikdən sonra döndü. Namazı bitirdikdən sonra döndü. Fəqalə mə şəəllahu ən yəqul. Və Allah Rasulü namazı bitirdikdən sonra insanlara tərəf dönür. Və sonra onlara Allahın istədiyi bir şeylərlə nəsihət elədi. Yəni onlara nəsihət etdi. Thumma əmərəhum ən yətəəvvəzu min əzəbil qabr. Və sonra onlara əmr elədi ki, qəbir əzabından Allaha sığınsınlar. Deməli bu nədir? Ayşə radiyallahu anhənin Peyğəmbər sallallahu aleyhi və səlləmin necə
deməli kusuf namazı qıldığını bizə nəqildir. Buxari və Müslim rəvayət edibdir bu hədisi. Bəli. İkinci hədis İbn Abbasdan gəlir. Yenə Buxari Müslimin rəvayət etdiyi hədisdir qardaşlar. Buyurur ki, İn xasafətiş şəms. Allah Resulü sallallahu aleyhi ve sellem zamanında alə əhd Resulullah sallallahu aleyhi ve sellem. Allah Resulü'nün zamanında güneş tutuldu sallallahu aleyhi ve sellem. Fesalle Resulullah sallallahu aleyhi ve sellem. Ve Allah Resulü sallallahu aleyhi ve sellem namaz kıldı. Fekame kıyamen tavilen. Ve uzun bir kıyam etti. Nehven qiraati suretil Bekara. Fikir verin. Bir insan Bəqərə suresini neçə vaxtda oxuyur? Tutaq ki, deyək ki, yəni 1 saata yaxın bir vaxtda. Sanki deyir, Bəqərə suresinin oxunuşa yaxın uzunluqda qiyamda qaldı. Yəni o qədər uzun müddət qalıb ki, sanki Bəqərə suresinin oxunuşuna yaxın bir müddət çəkdi. Thumma raka'a ruku'an tawilan. Və sonra neynədi? Uzun bir rükû elədi. Thumma rafa'a faqama qiyaman tawilan. Və sonra yenə qiyama qalxdı, uzun bir qiyam elədi. Və huwa dunal qiyamil awwal. Və o da deməli əvvəlki qiyamdan az idi. Thumma raka'a ruku'an tawilan və huwa dunal ruku'il awwal. Və yenə rükû etdi, uzun bir rükû və özündən əvvəlki rükûdan qısa idi. Thumma səcədə, sonra səcdə etdi. Thumma qama qiyaman tawilan və huwa dunal qiyamil awwal. Və sonra qiyama qalxdı səcdədən sonra və o qiyam da əvvəlkindən qısa idi. Thumma raka'a ruku'an tawilan və huwa dunal ruku'il awwal. Və sonra o yenə rükû etdi ki, hansı ki özündən əvvəlki rükûdan qısa idi. Thumma rafa'a faqama qiyaman tawilan və huwa dunal qiyamil awwal. Və sonra yenə qiyam etdi rükûdan sonra və o da özündən əvvəlki qiyamdan qısa idi. Thumma raka'a ruku'an tawilan və huwa dunal ruku'il awwal. Sonra yenə rükû etdi ki, hansı ki o özündən əvvəlki rükûdan az idi. Və sonra buyurur ki, thumma səcədə, sonra səcdə etdi. Thumma ensarafa və qad təcəllətiş şəms. Və sonra namazı bitirdi ki, hansı ki o vaxt ki artıq günəş açılmışdı. Artıq günəş açılmışdı. Və bu da İbn Abbas radiyallahu anhümənin bizə Allah Resulü sallallahu aleyhi ve sellemi kusuf namazını nəql etməsidir. Bəli. Və bəzi alimlər, elm əhli qardaşlar, 2-dən çox rüküyə icazə verib. Məsələn, biz dedik ki, 1-ci rükətdə Allah Resulü 2 dəfə rükü edibdir, bir rükətdə. Bəzi alimlər deyiblər ki, 2-dən çox 3 dəfə, 4 dəfə, 5 dəfə bir deməli bir rükətdə rükû edə bilərsən. Hansı ki, bəzi sahabelərdən sabit olub bu. Məsələn, Ali radiyallahu anhdan sabit olubdur. Yəni 3 rükû edibdir. Və bu yaxşı, əgər edilsə, bu nə cür edilir? Hansı ki, bunu izah edəcək inşallah ki, hansı ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah buna qarşı çıxıb. Və deməli, burada məsələ var, inşallah onu qeyd edəcəm. Yaxşı, bu edilsə, nə cür edilir? Eyni şəkildə, qardaşlar. Necə ki, 2 rükunu necə edirsənsə, 3 etmək istəsən də o cür edirsən. Eyni şəkildə. Yenə, məsələn, 2-ci rükunu etdin, rükudan qalxandan sonra səcdə etmirsən. Yenə qiyama qalxırsan, yenə Fatihə surəsi və başqa surə, sonra yenə rükû edirsən. 3-ə tamamlayırsan. 4 dəfə etmək istəsən, yenə o cür şəkildə. Sahabələrin bəzilərindən sabit olubdur. Bəli, növbəti məsələ kusuf namazının səsli qılınması. İmam Əhməd və Davud əz-Zahiri, Əbu Yusuf, İmam Malik və sahabələrdən Ali radiyallahu anh, Bara ibn Azib və Abdullah ibn Zubeyr və İmam Şevkani və müasirlərdən İbn Hüseymin və İbn Bəz rahimehumullah qeyd ediblər ki, kusuf namazı səsli qılınır. Səsli qılınması sünnətdir. Və İbn Hüseymin rahimehullah buyurur ki, istər gecə olsun, istər gündüz olsun, yəni istər kusuf namazı olsun, istər xusuf namazı olsun,
Hər iki halda səsli qılınmaq sünnətdir. Və Buxari Müslimin rəvayət etdiyi hədisdə Ayşə radiyallahu anhadan gəlir ki, Ənnən Nəbiyyə sallallahu aleyhi və səlləmə cəhara fi salatil xusuf. Allah Resulü sallallahu aleyhi və səlləm xusuf namazını səsli qıldı. Və İbn Qudəmə rahimehullah özünün Muğni əsərində buyurur ki, cəmaatla qılınan nafilə namazıdır. Kusuf və xusuf namazı. Və səsli qılmaq sünnətdir. Necə ki, istisqa, bayram, təravih namazları kimi. Necə ki, istisqa namazı səsli qılınır, bayram namazı səsli qılınır və təravih namazı da onun kimi. Və ay tutulması isə, ay tutulması barədə cümhur alimlər deyiblər ki, qardaşlar, səsli qılınır. Niyə bu fərqlidir? Niyə görə biz əvvəldə bu ikisini bir yerdə zikr etmədik? Kusuf və xusuf namazı bir yerdə yox. Çünki burada bəzi alimlər fərq qoyublar, qardaşlar. Bəzi alimlər deyirlər ki, elm əhli deyir ki, kusuf namazı səssiz qılınır. Biz səsli deyənləri zikr etdik. İmam Əhməd, Davud Əz-Zahiri, Əbu Yusuf və digərləri, hətta sahabələrdən də mövcuddur. Lakin bəziləri deyir ki, xeyr, kusufla xusuf arasında fərq var. Hansı ki, niyə görə? Çünki nafilə ibadətləri əsl olaraq gündüz qılınan nafilə ibadətləri səssiz olur, qardaşlar. Gecə qılınan nafilə ibadətləri isə səsli qılınır. Məsələn, vitir namazı kimi. Fikir verin, səsli qılınır. Qiyamul-leyl. Lakin gündüz nafilə ibadət etmək istəsən, bu zaman səssiz olur. Və bu məsələyə görə bəzi elm əhli bu məsələdə fərq qoyublar. Günəş tutularsa gündüz baş verdiyi üçün səssiz qılınır, ay tutularsa gecə baş verdiyi üçün gecə namazları səsli olur. Lakin Allah Teala ələm, doğru olan görüş odur ki, necə ki İbn Seymi rahimehullahın da bildirdiyi kimi, istər gecə olsun, istər gündüz səsli qılınan namazdır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin zamanında bir dəfə cəmsi bu hal baş vermişdi. Bir dəfə günəş tutulmuşdu və Allah Resulü sallallahu aleyhi və səlləm onu səsli qılmışdı. Necə ki, Ayşə radiyallahu anhənin Buxari Müslimin rəvayət etdiyi Ayşə radiyallahu anhədən gələn hədisə əsasən. Bəli. Yaxşı, növbəti məsələ fərz namazı ilə üst-üstə düşərsə. Məsələn, kusuf və yaxud da xusuf namazı olsun, ay və günəş tutulması. Əgər bu elə bir vaxtda baş verir ki, namaz vaxtı ilə üst-üstə düşür. Və bu zaman hansı təqdim olunur, yəni hansı önə çəkilir? Məsələmiz budur. Elm əhli buyurur ki, əgər fərz namazında, əgər vaxtın çıxmasından qorxularsa, elə bir vaxtda namaz qılırsan ki, məsələn, və bu zaman namazın çıxması qorxusu var. Namazın çıxması qorxusu varsa, bu zaman fərz namazı önə çəkilir, qardaşlar. Fərzin haqqı daha önəmlidir nafilələrdən. Yox, əgər namazın vaxtına hələ var, namazın vaxtı genişdir, fərz namazın vaxtı genişdir. Mən bilirəm ki, bu nafilə ibadətini yerinə yetirsəm, sonra namazı yenidən, yəni fərz namazını əda edə biləcəm. Hə? Çünki bu proses uzun çəkir, qardaşlar. Məsələn, ola bilsin ki, sən elə bir vaxtda namaza başlayasan ki, bu namazın əsnasında, məsələn, deyək ki, xusuf namazıdır, ay tutulması namazı. Məğrib vaxtı bu baş verdi deyək ki, məğriblə işə arası da qısadır. Hə? Əgər istəsən ki, bu xusuf namazını qılasan və sən ehtiyat edirsən ki, birdən mənim namazın vaxtı çıxa bilər. Yetişə bilmərəm. Və bu zaman nə edirsən? Fərz olan namazı önə çəkirsən. Birinci fərzi qılırsan. Yox, əgər deyək ki, bu günorta vaxtı baş veribdir və zöhrün vaxtı giribdir və zöhr namazı ilə əsr namazının arasında uzun bir müddət var. Və bilirsən ki, əgər kusuf namazını qılsan, fərz namazını əda edə bilərsən vaxtında. Və bu zaman elm əhli buyurur ki, kusuf namazını önə çəkirsən. Bəli. Və bu görüş də deməli Əbu Hanifə və İmam Şafi və Əhməddən zikr olunur. Niyə görə? Çünki
Bu əvvəldə də dediyimiz kimi kusuf və xusuf namazı deməli nədir qardaşlar? Təkid olunmuş, güclü şəkildə təkid olunmuş sünnətdir. Bəli. Əgər kusuf və xusuf namazı, deyək ki, ayın tutulması namazı gecə vaxtı baş verir və ayın tutulması namazı ilə vitr namazı üst-üstə düşərsə, hansı önə çəkilir? Vitr namazı hansı önə çəkilir? Elm əhli buyurur ki, və bunlardan yenə İmam Əhməd və Şafi və Əhməd, İmam Əhməd, Əbu Hanifə və Şafi buyururlar ki, vitr namazından önə çəkilir xusuf namazı. Vitr namazının təkidindən daha güclü olduğuna görə. Yaxşı, təravih namazı ilə üst-üstə düşərsə necə? Təravih namazı ilə üst-üstə düşərsə elm əhli iki görüş zikr edir arkadaşlar. Məsələn, Ramazan ayı təravih namazına hazırlaşırsınız və görürsünüz ki, artıq ay tutulması baş verir. Bu zaman təravih mi qılınır, yoxsa xusuf namazı mı? Alimlər iki görüş zikr edirlər. Onlardan birincisi buyurur ki, xusuf namazı önə çəkilir. Necə ki, İmam Şafinin görüşüdür bu. İkinci görüş, təravih namazı önə çəkilir. Və bu da İmam Əhmədin görüşüdür. Və İmam Əhməd rahimehullah buyurur ki, çünki bu təravih namazı Ramazana xas bir şeydir. Və əgər qaçırılarsa, yəni Ramazandan sonra bunu təkrar qılmaq, qəza etmək mümkün deyil. Və buna görə də təravih namazını önə çəkiblər. Allah Teala aləm, yəni xusuf namazını önə çəkmək olar. Çünki o proses, məsələn, sən təravih namazını gecə boyunca qıla bilərsən. Lakin xusuf namazı o həmin proses, ayın tutulması müəyyən bir müddətdir. Və ondan sonra açılır. Bəli. Deməli, az öncə zikr etdik ki, qardaşlar, xusuf namazı, yəni 2-dən artıq rükû edə bilərsən. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah və onun tələbəsi İbn Qayyim rahimehullah, Allah ikisinə də rəhmət eləsin və digər alimlərimizə, buyurublar ki, bu icazəli deyil. 2-dən artıq etmək olmaz. Və niyə görə? Çünki Allah Resulü sallallahu aleyhi və səlləmin zamanında artıq bu baş vermişdi. Və əgər Allah Resulü sallallahu aleyhi və səlləm bu icazəli olacaq bir şey olsaydı, bunu edərdi, göstərərdi. Və hətta Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, bu rəvayət Müslimdə gəlsə belə şazdır. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm bunu bir dəfə edib və ümmətinə göstərib. Bir dəfə edib və ümmətinə göstərib. Allah Teala aləm, ən yaxşısı, yəni 2 rükû ilə qılmaq. Bir rükətdə 2 rükû etmək, bəzi sahabelərdən gəlsə də 2 rükû etmək daha yaxşıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu edib. Bəli. Və ümumiyyətlə, qardaşlar, bir şey də məsələni də zikr edeyim. Baxın, biz dedik ki, kusuf və xusuf namazları bir rükətdə 2 rükû olur. Öyle deyil mi? Yaxşı, sual verilsə ki, bu ikinci qiyamlar və rükular hökmü nədir bunların? Sünnətdir, qardaşlar. Yəni, vacib deyil. Ona görə bu məsələnin üzərində bir digər məsələni bina edək. Məsələn, bir nəfər gəlir görür ki, cəmaat kusuf namazına dayanıb və yaxud da xusuf fərq eləmir. Və bu adam ikinci qiyama yetişdi. Birinci rükətdədir. Birinci rükətdə imam artıq bir qiyam və rükunu edib ikinci qiyama qalxıb. Bu ikinci qiyama qalxsa namaza yetişmişmi olur, yoxsa qaçırmışmı olur? Əsl olan odur ki, bu adam namaza birinci rükəti qaçırmış olur, qardaşlar. Niyə görə? Çünki ikinci qiyam və rükû nədir? Sünnətdir, qardaşlar. Sünnətdir. Çünki biz bunu hardan bilirik? Buxarinin rəvayət etdiyi hədisdə Abdullah bin Zubeyr və digər sahabelərdən varid olub ki, bəzi sahabelərdən bu kusuf və xusuf namazını digər nafilə ibadətləri kimi qılıblar. Digər nafilə ibadətlər necə olur?
Yəni normal, yəni 2 rükətli namaz kimi hər rükətdə 1 rüku və 2 səcdə. 1 qiyam, 1 rüku və 2 səcdə. Bu şəkildə qılıblar. Və hətta İmam Abu Hanifə, ümumiyyətlə Hənəfi məzhəbində bu cürdür qardaşlar. Hənəfi məzhəbində bu cür qılırlar. Normal nafilə namazları kimi. Yəni 2 rüku, 2 qiyam etmirlər. Və bu bəzi sahabelərdən varid olubdur. Və buna görə də ikinci qiyam və ikinci rüku sünnət olduğuna görə, məsələn, kimsə elə zənn etməsin ki, mən ikinci rükuya çatsam əgər, birinci rükətə çatmış oluramı? Cavab odur ki, xeyr. Əgər birinci qiyam və birinci rükuya çatmırsansa, sən birinci rükətə çatmış sayılırsan. Səbəb də odur ki, nədir? Çünki ikinci qiyam və ikinci rüku sünnətdəndir qardaşlar. Və kimsə bunu hətta bilərəkdən və yaxud da xətaən tərk etsə belə, onun namazı səhihdir, sünnət olduğuna görə. Bəli. Və elm əhli buyurub ki, qardaşlar, elm əhli buyurub ki, bir faydanı da qeyd edeyim inşallah. Və hansı ki, bəzi sahabelərdən də bu qeyd olunubdur. Biz bildik ki, günəş və ay tutulması Allahın ayətlərindən bir ayətdir, elə deyilmi? Yaxşı, digər Allahın ayətləri də var, qardaşlar. Hansı ki, seldir, zəlzələdir, fırtınadır və bu kimi şeylərdə yenə də kusuf və xusuf namazı qılmaq olarmı? Elm əhli qeyd edib ki, olar qardaşlar. Hansı ki, məsələn, Beyhəqi və Abdurrazaqın Musannəfində İbn Abbas radiyallahu anhümədən gəlibdir. İbn Abbas radiyallahu anhümə davamlı şəkildə zəlzələ baş verdikdə kusuf namazı qılıb qardaşlar. Davamlı şəkildə zəlzələ nə deməkdir? Məsələn, baxırsan ki, zəlzələ olur və 5 dəqiqə, 10 dəqiqədən sonra bir də baş verir. Və görürsən ki, bu dayanmır. Və bu zaman da sənə icazəlidir ki, kusuf namazı qıla bilərsən. Eyni şəkildə. Eyni şəkildə, yəni 2 rüku, 2 qiyam, 2 rüku şəkildə 2 rükət deməli formasında qıla bilərsən. Kusuf və xusuf namazı. Bəli. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah və İmam Abu Hanifə qeyd ediblər ki, bütün fəlakətlərdə qılmaq olar. Sel, fırtına, Allah Taala mühafizə etsin. Sel, fırtına, günəş tutulması, ay tutulması, zəlzələ, yəni bu fəlakətlərdə də kusuf və xusuf namazlarını qılmaq olar. Bəzən görür ki, sosial şəbəkələrdə hansı ki, deməli, bəzi yerlərdə, ərəb ölkələrində baş verən sellər baş vermişdi. Allahdan afiyət, əmin-amanlıq diləyirik. Və bunlar hamısı Allahın ayələridir, qardaşlar. Ümumiyyətlə, niyə görə deyiblər ki, bu qiyas ediblər. Bu digər fəlakətləri ay və günəş tutulmasına qiyas ediblər, qardaşlar. Çünki buradakı namazın illəti yuxavvifullahu bihi ibadə. Yəni Allah Taala'nın ayətləridir ki, Allah Taala bununla insanları qorxudur. Bununla insanları qorxudur. Günəşin, ayın tutulmasıdır, selin baş verməsidir. Hansı ki, bugün elə fəlakətlər var ki, günəşin, ayın tutulmasından da əzəmətlidir. Yəni ona görə də alimlər qiyas ediblər ki, bu fəlakətlər vaxtı da bu namazı qılmaq olar. Və bəzən dediyimiz kimi sosial şəbəkələrdə baxırsan ki, ərəb ölkələrindən belə bir video yayılmışdı ki, yəni bir nəfər selin ortasında namaz qılır. Yəni bu qəribə gəlməsin qardaşlar. Bu yəqin ki, o insan Allah Teala aləm kusuf namazı qılırdı. Çünki fəlakətdir və fəlakət zamanı namaz qılmaq nədir? Lazımdır, sünnətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu etmişdi. Ona görə də bizim üzərimizə düşən müsəlman olaraq bu fəlakətlərə hər hansız bir sosial şəbəkə vasitəsilə paylaşmaq deyil, bu gəldiyi zaman Allahdan bağışlanma diləmək, sədaqə vermək. Bu şey bizə nəyi öyrənir? Allahın əzabı istənilən vaxt yaxalaya bilər. Yuxavvifullahu bihi ibadə. Allah Teala öz qullarını bu şeylərlə qorxuzur.
Ona görə də insanın üzərinə düşən Allaha dua etmək, namaz qılmaq, uzun surələr oxumaq o namazda, uzun rükular etmək, qiyamlar etmək, səcdələr etmək. Hətta Allah Resulü sallallahu aleyhi və səlləm uzun edirdi səcdəsini. Səcdəsini uzun edirdi. Allaha dua edirdi çoxlu. Aydın qardaşlar, ona görə də bu şeylərdən qafil qalmaq olmaz. Baxırsan ki, insan bəlkə də həyatında soruşsan, bir dəfə olsun kusuf namazı qılmayıb, amma görübdür, şahidi olub bu şeylərin. Fəlakətlərin şahidi olubdur. Fəlakətlərin şahidi olubdur. Ona görə də bizim üzərimizə düşən odur ki, bunun fikrini öyrəndikdən sonra bu şeyləri vaxtı çatanda tətbiq etməkdir, qardaşlar. Yoxsa bizim öyrəndiyimiz elmin bizə heç bir faydası olmayacaq. Qiyamət günü yükdən başqa bir şey olmayacaq. Allah qorusun. Və bugünlük bu qədər kifayət eləyər. Artıq kusuf və xusuf namazlarını bitirdik. Allahın müvəffəqiyyəti ilə. Və doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.